Hörmətli izləyicilərimiz, nəinki müştəri kimi, ev axtaran müştəri kimi, elə liboy bir insan problem axtarmır. Hamı istəyir ki, problemsiz, nəyisə alanda problemsiz olsun. Dəyərli izləyicilərimiz, konkret problemsiz, yəni ürəyinizi buz kimi saxlayın, qoşa kubik, kəməri, fundamenti olan, sənədləri qaydasında olan, kommunalları qaydasında olan bir dənə ev çəkib təqdim edirəm sizə. Deməli, qoy hamısını başdan deyim sizə. Bu, bura Masazırdır. Sizi incitməyə fikrim yoxdur. Masazır qəsəbəsi 569-un yolu. Marşrut dayanacağından 150 metr məsafədə. 6 nömrəli məktəbdən aşağıda. Baxın, toludur, atmalar yaxın məsafədə, nəmişlik yoxdur. Tikintisinə cavab deyəm. Yəni, qoşa kubik kəməri də üstündə 20 santidən qalın bəlkə kəmər atılıb. Üstü paket krişadır. 2 otaqdan ibarətdir, hörmətli izləyicilər. Evin də, torpağın da kupçası var. Qiyməti 46 min manatdır. İstipolun xəttləri, kombi xəttləri, qaz xətti, su xətti, işıq xətti qaydasında. Girəndə bura dolabdır, nə vaxtsa şkaf kimi falan istifadə edə bilərsiniz. Bura yataq otağıdır. Təmir gördüyünüz kimi qəşəkdir. Pəncərələr qoşa kubikdir, şəbəkə pəncərədir. Baxın, kombi xəttləri də çəkilib. Kombi xəttləri sistem çəkilib, kombinizi alıb quraşdıracaqsınız. Burada mətbəxdir, hörmətli izləyicilərimiz. Kim istəsə buranı bağlayar, kim istəsə açıq saxlayar. Şəbəkə pəncərə qoşa kubik, kombi xəttləri. Deməli, qaz, su, işıq, kanalizasiya, hamısı qaydasında. Mebelin yeri betonlanıb, problem yoxdur. Krişaya çıxmağa yeri, üstünün çornupolu, hamısı qaydasında. Krişası dəmir krişadır. Nə dammır, nə bir şey eləmir, nə bilim, atıb eləmir. Yəni, köhnənin şiferlərində biraz etibar yoxdur. Dəmir şiferdir, 46 min manatdır. Çox qəşəng evdir, hörmətli izləyicilərimiz. Kim ki, özünə konkret olaraq keyfiyyətli ev axtarır, gəlsin, bu evə o pulu saysın, çıxsın, getsin. Sağ olun.